Sənin haqqında başqasına nə danışır? Stabil münasibətinizlə əlaqədar baxırıq. Sənin adın onun yaxın çevrəsində çəkilirmi və necə çəkilir? Gəl bunlara baxaq. Səni kiməsə danışıbmı? Gəl belə baxaq. Səni kiməsə danışıbmı? Danışırmı? Danışanda səni necə təsvir eləyir? Münasibətiniz haqqında nə deyir? Gəl bunlara baxaq birinci, sonra davam eləyəcəyik. Səni kiməsə danışıbmı? Əslində çox danışmamağı düşünür. Çox münasibətiniz haqqında danışmamağı düşünür. Amma yəni bundan soruşmasalar, mövzu düşməsə səndən danışmır da bu insan, belə deyim. Tam olaraq səni, ilişkinizi qorumağa, artıq gözlərdən, artıq sözlərdən qorumağa və gizli saxlamağa çalışır. Gəl belə baxaq. Amma ümumiyyətlə, yəni münasibətinizlə əlaqədar danışdığı varmı da? Kiməsə danışıbmı münasibətinizi, sənin varlığını kiməsə danışıbmı? Bu insan maksimum gizləməyə çalışır və həmçinin belə bir şey var ki, sanki səni qorumaq üçünmü danışır, çəkinirmi sənin haqqında danışanda? Yaxşı, ətrafında ümumiyyətlə sənin bilən varmı? Onun ətrafında səninlə münasibətdə olduğunu bilən varmı? Olmağına var. Amma bu insan sanki bilmirəm, yəni bu aralar ya münasibətinizin olmadığını deyir, ya ayrıldığınızı deyir, ya münasibətinizin bitdiyini deyir. Bax, belə bir şey görürəm. Yenə də baxaq. Deyəsən bunun ağzından kəlbətinlə çıxardırsan sözü. Gəlin belə baxaq. Onun ətrafında hazırda münasibətdə olduğunuzu, onun həyatında sənin olduğunu, dost, tanış ətrafında sənin olduğunu, səninlə münasibətdə olduğunu bilən varmı? Axır ki, çıxartdı. Bilən var, amma gizli saxlamağa çalışır. Yəni, bilən var. Bir nəfər, iki nəfər. O da ki, elə bil söz gəlişi, söz ucu, kişi xarakterləri var, kişi xeylaxları var. Onlar bilirlər. Bax belə, söz gəlişi, söz ucu deyibdir. Okey. Bəs səni necə təsvir eləyir onlara? Səni necə təsvir eləyir? Səni bilirsən necə təsvir eləyir? Yəni, bu insan sənlə münasibətiniz haqqında belə deyir ki, məsələn, onunla hər anın tadını çıxardıram, onunla münasibətin dadını çıxardıram, baxıram, səni necə təsvir eləyir? Bu, çox danışan adam deyil, deyəsən. Çox mərhəmətli biri olaraq göstərir səni. Çox sadiq biri olaraq göstərir səni. Necə təsvir eləyir? Amma mən sənə bir şey deyim. Bu insan deyəsən, ya səni sevmədiyini mi deyir, ya sənə sevgisini çox demir bunlara, sadəcə münasibətdə mi olduğunuzu deyir. Nə bilim, yəni burada bu insan özünü çox belə sevən olaraq göstərdiyini demir, belə deyim. Yaxşı, gəl belə baxaq. Münasibətiniz haqqında nə deyir? Yenə baxaq, səni necə təsvir eləyir? Çox belə danışmayan adamdır. Səni necə təsvir eləyir? Yəni, danışdığı insanlara səni necə təsvir eləyir? Bu insan səni çalışır, səni çox tərifləməsin. Yəni, sanki sənin haqqında çox təsvir eləmək, çox tərifləmək, çox danışmaq yoxdur bunda. Və yaxud da ki, onaylamırlarmı deyim münasibətinizi? Hər nədirsə bu adam çox danışmaq istəmir. Okey, gəl belə baxaq. Münasibətiniz haqqında nə deyir? Münasibətiniz haqqında. Münasibətiniz haqqında ətrafındakilara, bilənlərə, tanış ətrafına, dost ətrafına nə deyir? O, yalan danışmağa çalışır münasibətiniz haqqında. Yəni, bu insan ya ətrafındakilara deyir ki, yox, arada sevgi yoxdurmu, prosta münasibətimiz mi var? Ya deyir, nə bilim, hədə həyatımdadır. Yəni, bu insan münasibətinizin əsl üzünü göstərmir onlara. Əsl şeyi demir də, yəni. Əsas sənin ona olan sevgindən danışır. Özünün sənə olan sevgisindən, sənə olan qayğısından danışmır. Yəni, elə bil ki, bu insan münasibətinizi kiçiltməyə mi çalışır, deyim.
Onlar danışmasınlar deyə qarışıq məlumatlar mı verir? Bax, belə bir şey var. Gəl yenə baxaq. Ümumiyyətlə, sənə olan hisslərini etiraf edirmi ətrafındakılara? Sənə olan hisslərini bilənlərə, ətrafındakılara etiraf edirmi? O barədə ümumiyyətlə çalışır, danışmır, gizlədir. Yəni, bu insandan səni sevdiyini demir məncə. Səni sevdiyini ətrafındakılara deyirmi? Sənə olan hisslərini, sevgisini ətrafındakılara deyirmi? Yəni, bilənlərə deyirmi? Daha çox sənin ona olan sevgini deyir, sənə olan sayğısından danışır. Amma ortadakı bu sevirəm, nə bilim, tutaq ki, səninlə davranış tərzini, sənin nə qədər, tutaq ki, aramızda, yəni sən gördüyün, sənə yaşatdığı sevgini demir. Belə deyim sənə, yəni gizlətməyə çalışır, daha çox sənin ona olan hisslərindən danışır. Yaxşı, gəl belə baxaq, ümumiyyətlə, nə deyir, yaxşı, münasibətiniz haqqında, yəni, nə üçün səndən birlikdə olduğunu deyir. Gəl belə baxaq, çox belə qarışıq bir adamdır. Yaxşı, bəs səninlə niyə münasibətdə olduğunu bildirir? Niyə səni seçdiyini deyir? Niyə səni seçdiyini deyir? Onunla çox gözəl yola getdiyini, səninlə çox gözəl uyumlu olduğunuzu, sənin ona uğur şans gətirdiyini deyir, sənin ona dəstək olduğunu deyir. Yəni, mənəvi cəhətdənmi, anlayışlı olduğunu mu deyir, sənin ona, nə bilim, yəni ayağının uğurlu gətirdiyini, nəysə, bax, belə bir şeylər deyir də sadəcə. Okey, səni sevdiyini demir, çox güman ki, yenə də baxaq. Ətrafından münasibətinizlə əlaqədar hansısa təsir görürmü? Ətrafından münasibətinizlə bağlı hansısa bir təsir görürmü kimlərdənsə? Əslində, hər şeyin kontrolda olduğunu bildirir, amma təsir eləməyə çalışırlar. Nə deyirlər? Yaxşı, razıdırlar. Ətrafındakı insanlar onun səninlə olan münasibətində razıdırlarmı? Razılıq bildirirlərmi? Belə deyim də. Məncə, səndən ehtiyatlı olmağını bildirirlər, səndən çox çəkinirlər ətrafındakılar, nə bilim, çox güvənməməyini bildirirlər. Yəni, belə bir negativ bir təsirlər göstərirlər, düzdür, bu onlara fikir vermir. Yaxşı, gəl belə baxaq. Kiminsə fikri onun qərarlarına təsir eləyirmi səndən əlaqədar? Ətrafındakı kiminsə fikri onun səndən əlaqədar qərarlarına təsir eləyirmi? Yox, çox da təsir eləmir. Çünki bu insan, onların dedikləri başqa yerdə qalır, amma sənin davranışın tamam başqadır. Yəni, bu deyir ki, onlar onu tanımırlar, ona görə belə düşünürlər. Okey, gəl belə baxaq ki, başqalarına dediyi bəs, tutaq ki, başqalarına dediyi də, dediyinlə daxilində hiss elədiyi eynidirmi? Yaxşı, onun başqalarına, sənin haqqında, münasibətiniz haqqında dediyi, onun daxilində hiss elədiyi ilə eynidirmi? Yox, əslində eyni deyil. Sadəcə onların eşitmək istədiklərini və münasibəti qorumaq üçün, münasibəti üçüncü şəxslərdən qorumaq üçün dediyi bir təsirdir. Belə deyim də, münasibətimizi, belə deyim də, negativ təsir eləməsinlər deyə, ona təsir eləməsinlər deyə və yaxud da ki, hər nədirsə, münasibətimizi qorumaq üçün dediyi bir şeylərdir. Tamam, gəl baxaq yenə də. Onlara dedikləri həqiqətdirmi? Münasibətiniz haqqında dedikləri həqiqətdirmi? Yox, həqiqət deyil, xeyr. Sadəcə onlara qarışıq məlumatlar verir ki, münasibətimizə çox müdaxilə eləməsinlər. Bu qədər. Yenə də aldım, qəbul edim. Yaz ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla. Bu qədər.